İnsan iki şeyi dərk eləsə, ibadət ona asan gələcək. Bir, öz zati fəqirliyini, hansı ki, Quran-ı Kərim buyurur, Əntumul fuqara'u ilallah. Siz hamınız fəqirsiz, ehtiyaclısınız Allaha. Yəni, zəifsiz, gücsüzsüz, ehtiyacınız var Allaha. İnsan bu ehtiyaclılığını dərk eləsə, ibadət ona asan gələcək. Bəzi şeylər var ki, dərk eləməsə, o çətin gəlir ona. Sanki o əməli yerinə yetirəcək, bir təqlid kimi yerinə yetirəcək. Yəni, deyilib və yaxud da filan kəs eləyib, qoy mən də eləyim. Amma bir də var ki, insan mahiyyətin, mənasını başa düşür və bilir ki, mənim buna ehtiyacım var. Birinə deyəndə ki, niyə namaz qılırsan, o deməsin ki, mən namaz qılıram ona görə ki, Allah buyurub. Yox, desin ki, mən namaz qılıram çünki namaza ehtiyacım var. Ona görə buyurur, vəstəinu bis-sabri vəs-salah. Namazdan kömək alın, insanın köməyə ehtiyacı var. Namaz o şeydir ki, insana kömək eləyəcək. Yaxşı, Allah insana nəyi vacib buyurub? Namazı. Harası çətindir, onsuz da mən namaz qılmasam, ibadət etməsəm, kiminsə qarşısında mən mütləq təzim eləyəcəm. İnsan ikinci Allahın əzəmətin, qüdrətin və böyüklüyün görəndə bu zamanda ibadət etmək və Allaha itaət etmək ona asan gələcək.